Har Har Mahadev. Deməli əzizlərim, mən bu günləri sizə istəyirəm göstərmək. Biz qida qəbul eləməmişdən öncə yeni alınan qabı təmizləməliyik Vibuti vasitəsilə. Ondan sonra biz onun içində qidalar, çox gözəl ilahi qidalar hazırlaya bilərik, yəni prasadlar. Gəlin indi isə baxaq. Deməli, burada məndə iki növ Vibuti var. Bu mənim ustadımın Shirdi Sai Bhagavan Babacının aşramındandır. Bu da ümumən Hindistandan gələn boz küldür. Bu beyaz küldür, bu isə boz küldür. Bu qazandır, zaten görürsünüz. Bu qazanı çox sevmişdim. Materialı çox yaxşıdır. Sərt bir materialı var, belə çox qəşəngdir. Çalışın həmişə belə şeylər qazanlarda bişirin. Okey, uşaqlar. Birinci qazanı neyinirsiniz? Yəni yuyursunuz. Bax belə tərtəmiz, içini su ilə yuyursunuz. Okey? Yəni mantralar oxuya-oxuya da yuya bilərsiniz. Çox yaxşı olur. Sonra neyinirsiniz? Vibutilərdən başlayırsınız. Vibuti, məsələn, mən bozla başlayıram, fərq eləməz amma. Hansı ilə istəsəz, yaxşımı? Başlaya bilərsiniz. Bozun içindədir, zaten əlimə vuranda hiss edəcəksiniz. Biraz götürürəm, çökürəm bunun içinə. Baxın, görürsünüz də yəqin mənim əlimdədir. Səpələdim ora. Bu yeri gəlmişdən Vibuti külünü hardan əldə edirlər? Bilva ağacından. Uca Mahadevin deyək ki, ağacı var. Bilvanın yarpaqları, bilvanın ağacı və s. Bu Himalayda olur, Hindistanda olur və bizim də ölkədə buna bənzər ağaclar var. Nəysə, deməli, birinci, bunu atdınız. İndi bir partiya, yəni bir dənə dövrüyə bununla silir, işte elə bil, ətrafını bununla bu, yəni Vibuti külünə hər şeyi, yəni bulaşdırırıq. Belə sürtürsünüz. Om Namah Shivaya. Belə 3 dəfə, 6 dəfə, 9 dəfə, 12 dəfə və s. Sürtdükcə də itir içində. Om Namah Shivaya, Om Namah Shivaya. Har Har Mahadev, Har Har Mahadev. Jai Ho, Jai Ho, Jai Ho. Har Har. Hər dəfə mantraları oxuyaraq eləməyin faydasını söyləyəcəm indi. Deməli, uşaqlar, biz bilirik ki, səs nədir? Küləkdən sürətlidir. Okey? Elə ki, indi səs küləkdən sürətlidir və biz bunu mantralar, yəni səs titrəşimləri vasitəsilə edirik. Nə baş verir? Bizim oxuduğumuz ilahi nəğmələr həmin əlimizdə olan materiyanın içinə doğru, ximyasına, yəni tərkibinə təsir edir. Ondan sonra bu nə olursa olsun, yəni ki, bu cismani əşya, o artıq müqəddəsləşir. Bildiniz necə? Və bunun içində qətiyyən qeyri qidalar yemək olmaz. Yəni ət məhsulları bunun içində artıq nədir? Bişirmək olmaz. Har Har Mahadev. Om Namah Shivaya, Om Namah Shivaya, Om Namah Shivaya. Bu birincisi. Gördünüz mü belə formada hər yerin elə bir, yəni bulaşdırdım da mən bunu, hamısını elədim kül. Hətta barmağımda da qaldı. Bunları da yenə toz kimi tökə bilərsiniz üzərinə. İkinciyə keçirəm. Bu isə beyaz küldür. Bu mənim ustadım Sai Bhagavan, ustad Shirdi Sai Babacının aşramından, yəni gətirilibdir. Ustadın özünün toxunuşu ilə, belə deyim də, yer üzərinə gəlmiş küldür. Bu beyaz küldür. Bundan heç məndə də çox deyil. Bir qədərdir. Om Shirdi Sai Bhagavan Namaha. Om Namo Bhagavate Sai Nama Om. Om Namo Bhagavate Sai Nama Om. Om Namo Bhagavate Sai Nama Om. Om Shirdi Vasaya Vidmahe Satchitanandaya Dhimahi Tanno Sai Prajodayat. Om Sadguru Sai Nama Om. Om Sadguru Sai Nama Om. Om Sadguru Sai Nama Om. Bu mənim oxuduğum mantra, uşaqlar. Ustadım Sai Bhagavanın pranamasıdır. İndi onu siz bilməyə bilərsiniz də, yəni problem deyil. Onu oxuyurdum. İndi bunu isə belə sürtürəm. Yenə də istənilən mantranı da oxuya bilərsiniz ya da sizin pranavanız varsa
o tip mantralar bilirsinizsə, ustadınızın sizə bəxş etdiyi oxuya bilərsiniz. İndi mən öz ustadımın mantrasını oxuyacağam. Om Shri Shri Sai Nama Om Jai Jai Sai Nama Om Sadguru Sai Nama Om Namo Bhagavate Sai Nama Om Namo Bhagavate Sai Nama Om Namo Bhagavate Sai Nama Jai Ho Shirdi Babaji Gurudev Namaha Om Tat Sat Om Namah Shivaya Om Namah Shivaya Om Namah Shivaya Har Har Mahadev Har Har Mahadev Har Har Mahadev Jai Ho Jai Ho Jai Ho. Demək olar ki, bitirdim, hər yerinə bulaşdırdım. İndi baxın, buradan əlimdə məsələn qalanlar var. Nə edirəm? Bunu götürürəm indi qapağına. Niyə? Biz yemək bişiririksə bunun ağzını axırtacağıq. Yəni nə varsa əlimdə hamısı bu küllə bir olmalıdır. Belə sürtürük bura. Qapağın dibinə falan, hər yerinə. Yenə burada varsa götürürük biraz, yenə başlayırıq sürtməyə. Bunun içinə qapağa. Bu özü belədir. Yes. Belədir. İndi biraz da götürürəm, indi üzərinə sürtürəm. Baxın, qapağın üstünə, hər yerinə. Biraz da götürürəm, çünki burada hələ çox qalır. Oy, töküldəm mən. İndi baxın, uşaqlar, götürürəm indi. İndi bunun kənarlarını başlayıram sürtməyə. Ovuram da elə bil, baxın, bu hissəni çək. Görürsünüz uşaqlar. Yəni ağzını tərs çevirmirəm ki, içində bibuti var və bibutilər müqəddəsdir deyə o çox diqqətli olmalısınız ki, o yəni yerə tökülməməlidir. Yəni tökülürsə götürüb bir vibuti möhürü kimi onu bədəninizə sürtməlisiniz. Ayaqlarınıza məsələn sürtə bilərsiniz. Əgər yerə tökülübsə, əllərinizə sürtmək daha yaxşıdır. Çünki əl çakralarını nə edir? Daha çox enerji ilə təmin edir, zənginləşdirir. Biraz da götürürəm. İndi isə alt hissəsini çalışıram eləyim uşaqlar. Prosta dediyim kimi elə formada tuturam ki, qazanı, vibuti içindən kənara tökülməsin. Belə formada hər yerin ulaşdırıram. Üzün və bu hissələrini, qulpunu da edirəm. Om Mahadevaya Vidmahe Rudramutaye Timahi Tanno Shiva Prachodayat. Bu Mahadevin Gayatrisidir uşaqlar. Bir dənə də Gayatri oxuyaq. Om Tat Purushaya Vidmahe Mahadevaya Timahi Tanno Rudra Prachodayat. Om Namo Bhagavate Rudraya. Om Namo Bhagavate Rudraya. Om Namo Bhagavate Rudraya. Om Namo Rudraya. Om Namo Rudraya. Om Namo Rudraya. İndi uşaqlar, bu belə qalır. Görürsünüz, hər yeri küldür. İndi bəs sonra nə olacaq? Onu belə hazır yoxduyuz. İşinizi gördünüz də. Külləri də kənara qoydunuz yerinə deyək ki. Biraz kənardan mənim geçsəniz, bir şey almışam. Ayağıma qədər görünüm. İndi isə uşaqlar, bax məsələn mən onu hazırladım, düzdür, öpək. Və sonra o qabı biraz saxlayırsınız belə. Bir 5 dəqiqə, 10 dəqiqə qalmağı kafidir. Niyə təklif edilmiş olur da artıq vibuti vasitəsilə siz bir növ təklif edirsiniz. Yəni bu ilahi şəxsiyyətə, deyək, ustadınıza, ya deyək, uca olan Mahadevə və s. Okay? Və bundan sonra bir 5-10 dəqiqə gözlədiniz. O gözləmədən sonra götürsünüz, su ilə yuyursunuz. Ondan da yəni bütün prosedur bitir. Ondan sonra onun içində nə hazırlasanız zaten artıq o prasada
çevrilmiş olur. Dərhal fasadlaşır o. Bildiniz necə? Belə. Mən bunu sizə özüm xüsusi olaraq çəkiliş edib göstərdim ki, mən bilirəm ki, maraqlı olanlar var, istəyənlər var bunları öyrənmək. Ona görə mən göstərdim ki, yəni bu bizdə belə formatda olur. Yəni şayva danışanada bu belə edilir. Sağ olun, salamat qalın. Om şanti. Öpürəm hamınızı. Sevgi ilə qalın.